Bakının yeni xəritə elanı. Əliyev bunu dünyanın gözü qarşısında etdi. Ermənistan Azərbaycandan qaz alacaq, nazir açıqladı. Azərbaycan Ermənistanla sərhədləri aça bilər, Bakının şərti. İsa Həbibbəyliyə çətir tutan şəxs kimdir? İrana demişəm, onları xəritədən siləcəyik. Trump. Azərbaycan niyə Trumpın sülh şurasına qoşuldu? 4 səbəb. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər təkcə protokol xarakteri daşımır. Daha çox regional və qlobal miqyasda formalaşan yeni güc balanslarının real oxunuşu kimi çıxış edir. Bu sözləri Qlobal Info-Aza politoloq Züriyə Qarayeva deyib. Politoloq bildirib ki, dövlət başçısının Euronews telekanalına verdiyi müsahibədə səsləndirdiyi tezislər Azərbaycanın artıq pasiv müşahidəçi yox, proseslərin istiqamətini müəyyən edən aktor olduğunu açıq şəkildə göstərir. Əliyevin çıxışlarında əsas xətt ondan ibarətdir ki, Cənubi Qafqazda sabitlik və inkişaf yalnız təhlükəsizlik deyil, eyni zamanda iqtisadi qarşılıqlı asılılıq üzərində qurulmalıdır. Bu yanaşma Azərbaycanın regional layihələri siyasi ritorikadan çıxarıb, konkret iqtisadi məzmunla doldurmaq niyyətini ortaya qoyur. Davos platformasında qurulan təmaslar da məhz bu strategiyanın beynəlxalq legitimliyi qazanmasına xidmət edir. Bu ilki Davos görüşlərinin xüsusi çəkisi isə Zəngəzur dəhlizinin açılması ərəfəsində regional konfigurasiyanın dəyişməsi ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev bu platformadan istifadə edərək tərəfdaşlara təkcə bir nəqliyyat xəttini deyil, bütövlükdə yeni bir kommunikasiya və əməkdaşlıq modelini təqdim edir. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan şərq və qərb arasında sadəcə tranzit ölkə rolunu oynamır, həmçinin dəyər yaradan və prosesləri idarə edən mərkəzə çevrilir. Davosda aparılan danışıqlar və verilən açıqlamalar göstərir ki, Bakı yaxın gələcək üçün bölgənin yeni yol xəritəsini artıq formalaşdırıb və bu xəritə üzərində irəliləmək üçün siyasi iradə ilə yanaşı geniş beynəlxalq razılaşmalar da təmin edilir. İlham Əliyevin bu ilki Davos fəaliyyəti Azərbaycanın uzunmüddətli geoiqtisadi yüksəlişinin praktik mərhələyə keçdiyini göstərən mühüm nümunə kimi qiymətləndirilə bilər. Ermənistan Azərbaycandan qaz alacaq. Bu barədə Ermənistanın Maliyyə naziri Vahid Ovanesyan danışıb. Artıq planlaşdırdığımız, proqnozlaşdırdığımız və ya hesabladığımız reallıqlar var. Lakin bu reallıqlar Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Məsələn, Azərbaycandan yanacağın idxalı və təbii ki, müəyyən tranzit haqqında danışırıq. Maye qazla bağlı müəyyən təchizat problemləri səbəbindən qiymətlər artıb və maye qazın Azərbaycan ərazisindən idxalına qərar verilib ki, bu da problemi həll edəcək. Nazir qeyd edib. Ermənistan prezidenti Vaqen Xaçaturyan Azərbaycanla sərhədin açılacağına inamını ifadə edib. Stat: Prinsiplər bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etmək üçün çox konkretdir. Biz bu prinsiplərə əsaslanacağıq, sərhədləri açacağıq. Əminəm ki, bir neçə ildən sonra təkcə ən yüksək siyasi səviyyədə deyil, həm də Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçib bir-biri ilə iş görəcəyi, bir-birinin üstünlüklərindən istifadə edəcəyi zaman hər şey adi hala gələcək. Bu il Ermənistanla sərhədlər açıla bilərmi? Qlobal Info-Aza danışan deputat Razi Nurullayev deyib ki, Vaqen Xaçaturyanın sərhədlərin açılması ilə bağlı səsləndirdiyi fikirlər prinsip etibarilə müsbət mesajdır. Azərbaycan hər zaman regionda davamlı sülhün və normal qonşuluq münasibətlərinin tərəfdarı olub. Lakin sərhədlərin açılması yalnız siyasi bəyanatlarla deyil, konkret hüquqi və təhlükəsizlik addımları ilə mümkün ola bilər. Öncə iki ölkə arasında tam hüquqlu sülh sazişi imzalanmalı. Qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenlik prinsipləri hüquqi sənədlərdə təsbit olunmalıdır. Deputat bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi tamamlanmalıdır. Eyni zamanda nəqliyyat kommunikasiya xətləri, xüsusilə Zəngəzur istiqamətində əlaqələr maneəsiz və təhlükəsiz şəkildə işləməlidir. Rəsmi Bakı konstruktiv mövqeyini dəfələrlə nümayiş etdirib. Əgər İrəvan da real addımlar atarsa və etimad mühiti formalaşarsa, sərhədlərin mərhələli şəkildə açılması gələcəkdə mümkündür. Ancaq təhlükəsizlik və dövlət maraqları hər zaman prioritet olaraq qalacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli olub. Axar TV konkret aza istinadla xəbər verir ki, bu şəxs Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. Qeyd edək ki, akademik İsa Həbibbəyli son illərdə davranışları və açıqlamaları ilə medianın diqqətindən yayınmır. Bu dəfə o, 20 yanvar faciəsinin ildönümündə əməkdaşının tutduğu çətirlə gündəm olub. Xatırladaq ki, Prezident İlham Əliyev 20 yanvar şəhidlərinə ehtiramını bildirərkən çətirini özü tutmuşdu. Sosial şəbəkələrdə dövlət başçısının bu addımı təqdir olunmuşdu. İrana çox açıq şəkildə demişəm, mənə qarşı sui-qəsd həyata keçirməyə cəhd etsələr, bunun nəticələri son dərəcə ağır olacaq. Onları yer üzündən siləcəyik. Bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump deyib. Keçmiş prezident Joe Biden İrandan gəldiyi iddia olunan sui-qəsd təhdidlərinə kifayət qədər ciddi və sərt reaksiya verməyib. Bu cür təhdidlərə qarşı daha qəti addımlar atılmalıdır, Trump bildirib. Azərbaycanın Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın təklif etdiyi sülh şurasına qoşulması qərarı doğrudur. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Bunun bir neçə səbəbi var. Birincisi, Trump'ın dəvətini yox demək, strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər. Sülh şurasına üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı. İkincisi, Donald Trump ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq sülh sammitinə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Trump Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Üçüncüsü, Donald Trump sülh şurasının Qəzza ilə kifayətlənməsini istəmir. O və onun administrasiyası sülh şurasının gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan Amerika Birləşmiş Ştatlarının dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırması prosesindən kənarda qalmamalıdır. Dördüncüsü, Ermənistan, həmçinin Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trump'ın təklifinə müsbət cavab veriblər. Politoloq vurğulayıb. Qrenlandiya Amerika Birləşmiş Ştatları üçün həm strateji mövqeyi, həm də zəngin təbii sərvətlərinə görə geosiyasi mübarizənin mərkəzinə çevrilir. Vaşinqton adanı Arktikaya nəzarət, eləcə də Çin və Rusiyanın bölgədə artan təsirinin qarşısını almaq baxımından əsas hədəf hesab edir. Amerika Birləşmiş Ştatlarının mümkün addımları adanın satın alınması, müstəqillik yolu ilə nəzarətə götürülməsi və ya hərbi güc tətbiq edib. Lakin Danimarka və Avropanın qəti mövqeyi ilk iki variantı faktiki olaraq bloklayır. Hərbi ssenari isə NATO ilə toqquşma və Amerika Birləşmiş Ştatları Avropa münasibətlərində ciddi böhran riski yaradır. Bu prosesdə Rusiya amili xüsusi əhəmiyyət daşıyır. Arktikada geniş hərbi imkanlara malik olan Moskva, Qrenlandiya ətrafında təlimlər və ya təhlükə görüntüsü yaradaraq vəziyyəti gərginləşdirə bilər. Belə bir ssenari Amerika Birləşmiş Ştatlarına təhlükəyə cavab adı altında hərbi müdaxilə üçün əsas verə bilər. Eyni zamanda Moskva və Vaşinqtonun Çinə qarşı müəyyən maraq uzlaşması bu variantı daha real edir. Nəticə etibarilə Qrenlandiya təkcə Amerika Birləşmiş Ştatları və Avropa arasında deyil, Rusiya və Çin faktorlarının da daxil olduğu qlobal güc mübarizəsinin əsas düyün nöqtələrindən birinə çevrilir.